Bax, sonra demədi deməyin ha. Aylıq ödənişlə kirayə mexanizmi çərçivəsində yenidən tam təmirli mənzillərin satışına başlanılır. Əziz tamaşaçılar, gününüz uğurlu olsun. Qısa başlıqla qarşınızdayım. Mənzilləri necə və neçəyə əldə etmək mümkün olduğunu indi açıqlayacağam. Amma öncə onu deyim ki, mən bu mənzillərin satışıyla məşğul deyiləm. Sadəcə maraq böyük olduğu üçün bu cür məlumatı paylaşıram ki, kimin ehtiyacı var faydalansın. Durmadan mənə mesajlar gəlir. Küçədə görüb hamı deyir ki, mən də istəyirəm. Sözünü açıq elə mən də istəyirəm, amma bu mənzilləri almağın şərtləri və qaydaları var. Bunu da ətraflı hər videoda deyirəm və hara müraciət etməli olduğunuzu da bildirirəm. Sonra mənə müraciət etməyin. Odur, xahiş edirəm, videoya diqqətlə baxın. Beləliklə, əziz izləyicilər, ipoteka və kredit zəmanəti fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri Sahil küçəsində yerləşən yaşayış kompleksində 207 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1 və 2 otaqlı olmaqla aylıq ödənişləri 597 manatdan başlayır. Diqqətli olun, bugün artıq ayın 26-sıdır. Deməli, 2 gündən sonra, yəni 28 noyabr saat 15:00-dan etibarən yeni mənzillər seçim üçün açıq olacaq. Müraciətlərin qəbulu və mənzil seçimi elektron hökumət informasiya sisteminə inteqrasiya edilmiş, elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Baxın, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı məndən yox, ipoteka və kredit zəmanəti fondunun internet səhifəsi, həmçinin 1549 nömrəsini yığaraq çağrı mərkəzindən əldə edə bilərsiniz. Ümid edirəm ki, diqqətlə dinlədiniz. Cəmi 2 gün qalıb əziz tamaşaçılar. Kimin ehtiyacı varsa fürsəti əldən buraxmasın. Hər ay kirayə pulu verənə kimi elə bura verin, axırda da mənzil sizin olsun. Bundan gözəl fürsət məncə ola bilməz. Bax belə əziz izləyicilər, videonu bəyənib paylaşın ki, kimin mənzilə ehtiyacı var, onlar da görüb fürsətdən yararlansınlar. Bu cür maraqlı məlumatları qaçırmamaq üçünsə səhifəmə abunə olmağı unutmayın. Görüşənə də hələlik.